Sabahınız xeyirli olsun dəyərli qrup üzvləri. Ümid edirəm yaxşısınız. Uşaqlar, dünən biz Telegram siqnal kanalında ən son əməliyyatı da biz icra etdik. Yəni o da uğurla alındı. Demək, Qızılda 5140-dan alış əməliyyatlarını icra etdik və 5180-ə qədər, yəni 40 dollara bir qalxış. Yəni burada yazmışıq burada. Baxın, axşamınız xeyir olsun. Deməli, Qızılda 5140-dan girə bilərsiniz. Baya girə bilərsiniz və 5180-ə 40 dollarlıq hərəkət. TP deməli bu 40 dollara hərəkət. 80 TP deməli 5180 stopusu da təyin etmişdi. Yəni dünən biz nə edirik? Yəni Qızılda bay əməliyyatları uğurla nəticələndi. Birinci, ikinci bayda uğurla, sonra sel uğurla 3 əməliyyat. Ondan sonra axırıncı deyək ki, bu idi, 4-cü əməliyyat uğurla alındı. Sonra 5-ci əməliyyat funtda idi, 6-cı əməliyyat evro dollarda, 7-ci əməliyyat neftdə və 8-ci əməliyyat bitcoinda, 9-cu əməliyyat USD Yaponiyada, 10-cu əməliyyat USD frankda və 11-ci əməliyyat isə bitcoinda. Deməli, bitcoinda oldu. 12-ci əməliyyat isə gümüşdə, bay əməliyyatları. Yəni bitcoinda 67-700-lərdə bay idi, gümüşdə isə 85-də bay idi. Gəlin baxaq bitcoinlə, deməli, gümüşə baxaq. Görək, bitcoinda dünən sürətlə yuxarı doğru 67-700-lərdən bizim bayımız gəldi və sürətlə yuxarı doğru istiqamətə davam etdirdi. Eyni zamanda gümüşdə də 85-də bizdə alışlar oldu və 85-də sürətlə yuxarı doğru istiqamətə davam etdirdi. Demək, dünən yəni ümumi olaraq demək 12 dənə siqnalımız mükəmməl gəlirlərlə nəticələndi. Bugün nələr baş verəcək? Yəni Qızılda nələr olacaq? Yəni qalxacaqmı yenə, yoxsa qalxmayacaqmı sualına gəldikdə isə təbii ki, biz artım üçbucağını çəkdik və qiymət yəni 5140-lara qədər, yəni ən pis vəziyyətdə 5125-lərə qədər gəlib dəstək alıb, yəni yuxarı doğru istiqamətə davam edəcək. Yəni uzun müddətdə alışlar, daha konkret alışlar biz gözləməliyik hansı nöqtələrdən? Yəni bugün konkret alışlar 5194-lərdən gələcək. Yəni hal-hazırda korreksiyalar verir. Alternativ ssenaride biz satış əməliyyatlarını harda verə bilərik? Satış əməliyyatlarını indi hal-hazırdakı satış əməliyyatları bu istiqamətdə gəlir. Qiymət ən azından 14 dollarlıq bir enişlə, 10-14 dollarlıq bir enişlə nəticələnə bilər. Amma əsas satış əməliyyatları isə 5005-lərdən gələcək. Əsas satış əməliyyatlarımız. Yəni hər iki günün bu yarısında bunu göstərir. 5005-ləri, 5006-ları göstərir. Amma ola bilsin, deməli, saat 1-dən sonra, 2-dən sonra, yəni qiymət gəlsin bu nöqtələrə, artıq orada 5030-lardan, yəni bu istiqaməti gəlsin, oynasın, artıq yəni bu nöqtələrdən satış əməliyyatlarına girməyə dəyər. Keçək biz evro dollarda dünən alış əməliyyatlarını icra etdik. Mükəmməl bir gəlirlə nəticələndi. İndi hal-hazırdakı vəziyyətdə yəni güclü dəstək xəttindədir. Satış əməliyyatlarını yalnız biz 1.15-750-lərdən verə bilərik. Alışlar bugün 1.16-350-lərdəndir. 16-350-lərdən olacaq. Funtun dolar rəqabətən gəldikdə isə təbii ki, funtun dolar rəqabətə də dünən sürətlə yuxarı doğru istiqamətdən davam etdirdi. Yəni oturacaq nöqtəsi 1.33-950-lərdir, amma satışlar isə gəlsə 1.33-850-lərdən girməyə dəyər. Əsasən də ümumi istiqamət yuxarı olduğu üçün alışlar daha real görsənir. Alışlar da ki, biz yalnız bugün 1.34-420-lərdən sonra girə bilərik. Gümüşə gəldikdə isə gümüş daha cəld hərəkət elədi səhər saatlarında. İndi korreksiyalar
müşahidə olunur. Yəni biz bunu alış-satışları siqnal kanalında dərc edərik. Əsas satışlara gəldikdə isə biz 86-600-lərdə satış verməliyik. Yəni bu da 85-lərə qədər ehtimal var. Alışlar 89-400-lərdən gələcək alışlar. Belə əsasən də biz qızılda olan əməliyyatlarımızı bağladıq uşaqlar. Yəni gördüyünüz kimi bugün dünən verdiyimiz əməliyyatları, yəni bugün bağladıq. Yəni əsas ən sonuncu əməliyyat bu idi. Axşam biz deyik ki, yenə bir də göstərim sizə dərc etmişdik. Axşam əməliyyatları, ən son əməliyyatları 5140-dan bay əməliyyatlarını, yəni dediyim kimi o da uğurla nəticələndi. 40 dolları qalxışdan yəni gəlirlə nəticələndi. Yəni dünən bugünkü bu əməliyyatlar bugünkü əməliyyatlardır. Ayın bugün martın 10-udur. Gün xeyirli olsun sizin üçün. Dünən isə nələr etdik? Dünən təbii ki, bir çoxlar üçün maraqlıdır ki, dünən biz əməliyyatları açdıqmı yoxsa yox. Yəni gəlin baxaq. Dünən ayın 9-u idi və əməliyyatlara baxaq, görək bizdə dünən nə əməliyyatlar olub. Uşaqlar, bir dənə əməliyyatlarımız bax gəlirlə bağlayanda mənfi 1 dollar, yəni 32 sentdən bir dənə ziyanla əməliyyatlarımız olub. Qalan isə bütün bu əməliyyatlar, dünəndən bugünə olan əməliyyatlar ümumilikdə yəni 6019 dollar 48 sent bu olub dünəndən bugünə. Yəni bugün net olaraq isə bugün bunu bağlamışıq. Yəni dünənin əməliyyatlarında açılan ən ideal olan dünənki son əməliyyat idi. Bugün bağlandı. Yəni bugün 665 dollarla gəlirlə. Yəni dünən bunun 10 qatı idi. Bugün yenidən baxarıq. Biz siqnal kanalında dediyim kimi dünən necə paylaşdıq siqnalları səhər saatlarından. Bugün yenə həmin siqnalları yeni siqnalları paylaşırıq. Yəni sizə də məsləhət görürəm ki, Telegram siqnal kanalına yəni üzv olun və istifadə edin. Hələlik uşaqlar, görüşmək ümidi ilə biz keçək ödənişli Telegram siqnal kanalında siqnalları paylaşaq, bugünkü siqnalları.